Dadından doymayacağınız bir döşəmə plovu hazırladım bugün. Dadı mükəmməl və inanın ki, içərisindəki soğanlar qətiyyən bilinmirdi və görünüşü ilə gözəl olan döşəmə plovu gəlin birlikdə sizinlə hazırlayaq. Mən ilk növbədə quş ətini və toyuq ətindən istifadə etdim, doğradım. Soğanı bu şəkildə doğrasanız və bıçağı yağlasanız duru yağla, inanın ki, gözləriniz yaşarmayacaq. Və doğradım. Doğradığım soğanlar üzərinə duz, sumaq və mən turşu əlavə edərək qarışdırdım. Düyüm qaynadı və düyünü tökdüm qaynamağa. Turşuladığım soğanlar və əti də turşuladım ki, daha dadlı olsun. İnanın belə gözəl olur. Gəlin keçək qazmaq etməyə. Mən qazmağı çox sevirəm. Bir yumurtanı, qatığı, sonra zəfəran və duru yağı əlavə edib və üzərinə də qaynanmış düyünü götürməmişdən öncə əlavə edirəm qazmağın üzərinə. Biraz yəni yumşaq, az yumşaq olur və bunu əlavə etdikdən sonra qazanımıza əlavə edirik. İlk növbədə qazmağı üzərinə soğanı və turşuladığım, duzladığım, sumağını vurduğum ətləri, quş ətlərini düzürük qazanın içərisinə. İnanın bu üsulla bişirsəniz çox gözəl və dadlı döşəmə plov alınacaq və evdə hər kəsin çox sevəcəyi bir plovdur. Ən önəmlisi də soğan sevməyən uşaqlarınız və böyüklər varsa, bu üsulla etsəniz soğanın dadı və görüntüsü görsənməyəcək. Çox qəşəng, həlim olur və mən bir saat yarım bişirə bilərsiniz. Budur. Mən düyünü əlavə etdikdən sonra bişirirəm və mükəmməl. Video qarşınıza çıxdısa bəyənməyi və abunə olmağı unutmayın.